Salam əziz abituriyentlər. İndi isə 11-ci sinif 2-ci qrup üçün 24 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanı sualları ilə tanış olaq. Demək, 61-ci sual 13-cü əsr 30-cu illərin sonu 50-ci illərin ortaları Azərbaycan tarixi üçün səciyyəvidir. Təbii ki, A variantına söhbət gedir. Demək, 1239-1256-cı illərdə Azərbaycanda bu dövr Ali Monqol xaqanlığı dövrüdür və burada Ali Monqol xaqan Arğun ağanın idarəçiliyindən söhbət gedir. 62-ci sual 7-ci əsrin 40-cı illərin fərqli 50-ci illəri bildiyimiz kimi Cavanşirin hakimiyyət dövrüdür və bu 654-cü ildə 50-ci illər, yəni fərqli xüsusiyyət kimi istəyir. 50-ci illərdə Bizans imperatorlarının ittifaqdan söhbət gedir. 2-ci Qarabağ müharibəsi dövrünə aid deyil. Demək, Qarabağ mövzusu planı burada istifadə olunmuşdur və buna uyğun olaraq da canlı qüvvə itkisi minimuma endirilmişdir. Pilot uçuş aparatından istifadə olunmuşdur. Bəli, zərbə pilotsuz uçuş aparatımız var idi. Hadudun azad olunması Şuşaya yol açırdı, doğrudur. BMT Təhlükəsizlik Şurasının ölkəmiz əleyhinə qətnaməsi qəbul edilməmişdi. Çünki qoşulma hərəkat üzvləri buna mane olmuşdu. 64-cü sual xəritədə göstərilən yer Kəlbəzər rayonudur və Kəlbəzər rayonuna aid xüsusiyyətlər bizdən istəyir. Ərazisində Palet dövrünə aid qədim abidə yerləşir. Bəli, Zarmaq arasında söhbət gedir və bu ərazi 2020-ci ilin noyabrın 25-də azad edilmişdir. Cavabımız 1 və 5. Digər variantlarda 8 noyabr qeyd olunub səhvdir. Orta Tunc dövrünə aid Göytəpə yaşayış məskəni, yəni Ürmiyə gölü sahilində yerləşən demək Göytəpədən söhbət gedir, Kəlbəzərə deyil və Sərkərtəpədə Xaçmazda yerləşirdi. Bu da yanlış cavabdır. 1980-ci illərin aşımı Azərbaycan iqtisadi üçün səciyyəvidir. Sahibkar kəndlərinin mükəlləfiyyət daşımaqdan azad edilməsi. Bildiyimiz kimi Azərbaycanda sahibkar kəndlərinin müvəqqəti mükəlləfiyyətliyi 1912-ci ildə qərarına ləğv olunmuşdur. Mülkədarların kəndlər üzərində polis və məhkəmə qanunu ləğvi bu 1865-ci ildə qəbul olunmuş. Kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnaməyə əsasən idi. Hacıyam Tağıyev tərəfindən Bakıda toxucu fabrikinin açılması 1900 Əhmədidə açılmışdır. Bəy və ağalara tiyul torpaqlar üzərində tam irsi mülkiyyət hüququnun verilməsi bu 1847-ci il kənd əsasnaməsində öz əksini tapmışdır. Bakı-Tiflis dəmir yolunun inşası isə 1883-cü ilə aiddir. Doğru cavabımız E variantı. Elerven diaqramı Əlqa Şıxlinski, Səməd Mehmandarov və Süleyman Naxçıvanski Rusiya çarının yeganə yavəri idi. Bu Süleyman Naxçıvanski idi. Biz müharibəsində Rus ordusuna xidmət etmişdi hər biri. Ortaq xüsusiyyətdir. Rusiya paytaxtı, yəni Petrogradın toplarını müdafiə edən Əlqa Şıxlinski idi. İlk Azərbaycan hərbi təyyarəçisi Fərix Ağaqayıbov idi. Burada isə o variant yoxdur deyə bunu çıxırıq. Və demək qəhrəmanlığına görə Georgi silahını alan Səməd Mehmandarovdur. Doğru cavab 1C, 2E, 3A, 4B, D variantı. Heydər Əliyev birinci prezident dövrü 1993-cü il oktyabrından 1998-ci il oktyabrına qədər olan dövrə əhatə edir. Milli valyuta 92-ci ildə Elçibəyin rəhbərliyi dövründə tədavülə buraxılmışdır. Horadiz əməliyyatı 94-cü il yanvar ayında keçirilib. Bu Heydər Əliyevə aiddir. Və torpaq islahat haqqında qanun da 1996-cı ildə qəbul edilib. Doğru cavabımız 2 və 3. 4 isə BMT-yə üzvlük 1992-ci ilin 2 mart tarixinə aiddir. Həmin vaxtda prezident Ayaz Mütəllibov idi. Hadisənin xronoloji ardıcılığı Seyid Cəlal Pişəvənin başçılığı Milli Hökumət 1945-ci ilin dekabr ayının 12-sində açılmışdır. İkinci variant Xiyabani rəhbərliyi Milli Hökumət isə 1920-ci il iyun ayında açılmışdır. Demək, burada xronoloji ardıcılıq gördüyünüz kimi pozulub. Doğru cavabımız 1 və 2 yerlərini dəyişmək lazımdır. Digər variantlarda isə İlk dəfə açıq dənizə neft çıxarılıb 1949-cu ildə neft daşlarında. Konstitusiya dəyişikliyi isə və Azərbaycan dili haqqında maddənin əlavə edilməsi 1956-cı il İmam Mustafayevin dövrüdür. 69-cu sual 1500-cü Caban adlı yerdə baş verən döyüşdə Fərrux Yasar məğlubiyyətə uğradıldı və Səv qoşunu bundan sonra Şamaxını tutub, sonra Bakını tutdu. Kürsüdən Qasım mühasirə aldı, amma Ağqoyundan hücumun xəbəri gəldi. Verilən proseslərin nəticəsində Azərbaycan torpaqlarının vahid dövlət hakimiyyəti birləşdirməsi payı çatdı. Bu Şəkinin tutulması ilə 1551-ci ilə aiddir. Doğru deyil. Əlvənd padşahla Səvlər arasında döyüş baş verdi. Demək, bu Şərur döyüşüdür. 1501-ci ilin yazında olmuşdur. Səvlər Xorasanı geri qaytardı. Sultan Süleyman yürüş edir və Şirvanşahlar süquta uğradı. Heç bir aiddir. Doğru cavabımız elə B variantıdır. Çünki Əlvənd Mirzənin hücumunu eşidən Şeyx İsmail belə bir qərar verdi ki, Gülüstan qalası isə lazım, yoxsa Azərbaycan. Və Azərbaycan qərar verdi ki, Gülüstan qalasının mühasirəsi yarımçıq qoyulub, Şərrara doğru irəlilədilər. Yəni Əlvənd Mirzənin qarşısını qarşıladılar. Və eyni adlı döyüşdə də qalib gəldikdən sonra Təbrizə daxil olan İsmail burada Səvlər dövrünün əsasını qoydu. Almaniya 1926, Türkiyə 1932 təbii ki, rahat bir sualdır. Bu da millətə cəmiyyətinə üzvlükdür. Demək, 71-ci sualda Naxçıvan xanlığından söhbət gedir və Naxçıvan xanlığı ilə bizdən
İrəvan xanlığının ortaq xüsusiyyətini istəyir. Bir müddət Qarabağdan asılı olmuşdur. Doğru cavabdır. Çünki Pənahəli xan dövründə baş hərflərini inək kimi yadda saxlamışdıq. Bu xanlıqlar İrəvan, Naxçıvan, Ərdəbil və Gəncə xanlıqları tabe edilmişdi. İrəvan Naxçıvana ortaqdır. Rusiya ilə Gerces müqaviləsi 1802-ci ildə imzalanıb. Həmin tarixdə də bunu imzalayıb Qubanın Lənkəran Hizbinə aid deyil. Keçmiş Çuxursat Bələbənin ərazisində, bəli, Sərdərin Çuxursat Bələbəli ərazisində sonralar Naxçıvan İrəvan xanlıqları yaranmışdı. Doğru cavab 1 və 3. 4 olmaz çünki Türkmənçay müqaviləsinə görə Qacarların deyil, Rusiyanın tərkibində qalıblar. AXC-yə aid hadisə nəticə əlaqəsi müəssisə seçkilər 1919-cu ilin avqust ayında seçkilər haqqında əsasnamə qəbul olunub. Parlament isə 1918-ci ilin 7 dekabrında açılıb. Yəni bundan daha öncə idi, səhvdir. Bakı azad olunub 1918-ci ilin 15 sentyabrında. Milli Şura fəaliyyətini dayandırıb iyun böhranında 1918-17 iyunda. Bu da yanlışdır. Mudros müqaviləti 1918-ci il oktyabrında imzalanıb və Qafqaz İslam Ordusu, yəni Osmanlı qüvvələri Azərbaycanı tərk edib Naxçıvanı. Əsgəran döyüşü 1920-ci ilin aprel ayında baş verib və ordumuz burada qalibiyyət əldə edib erməniləri məğlubiyyətə uğratmışdı. Doğru cavab D variantı. Xilafət dövründə vergilər bildiyimiz kimi xərac, məhsul vergisi, cizyə isə can vergisi idi. Xəritədə göstərilən ərazilər demək 5 Bizans İmperatoru Justinian tərəfindən işğal edilmişdi. Bəli, bura Afrikadır və burada Vandal krallığı var idi bildiyimiz kimi. 6-cı əsrdə Justinian buranı işğal etmişdi. 1. 8-ci əsrlərdən ərəblər tərəfindən tutulmuşdu. Bəli, 711-ci Cəbəlli Tariq boğazı ilə keçən ərəblər İspaniyaya daxil olmuşdu. Frank hökmdarı Ludwig tərəfindən işğal edilmişdi. 2. Roma xeyr. Bu yanlış cavabdır. Çünki Ludwig tərəfindən tutulan yer Qalliya idi. Qalliya ərazisi isə indiki Fransa ərazisi idi. Roma deyildi, yəni İtaliya deyildi. 4. Bizansın paytaxtı idi. Bəli, Konstantinopoldur 4 kimi göstərilib. Və 3. Bizans İmperiyasına qələbədən sonra ərəblər tərəfindən fəth olmuşdu. 3 də bildiyimiz kimi Misir ərazisidir. 7-ci əsrdə Raşidi xəlifələr dövründə tutulmuşdu. Eradan və 2-ci min sonlarında Mikena mədəniyyətinin məhv olmasının səbəbi bildiyimiz kimi Mikena mədəniyyətini Axey Yunan tayfaları qurmuşdu. Doğru tayfaları isə dağıtmışdı. Bu da E variantında göstərilib. Uyğur dövlətini 2-ci Göytürk dövlətindən fərqləndirirdi. Türk mənşəli soy tərəfindən idarə olunurdu. Hər ikisinə aid ortaq xüsusiyyətdir. Biri çıxaq. Çin üzərindən yürüş etmişdi. Uyğurlar da Göytürklərə də aid ortaqlıqdır, ortaq xüsusiyyətdir. Cavabımız artıq hazırdır. 3 və 5. Belə ki, 940-cı illərdə süqut etmişdi. Yəni 842-ci ildə Uyğurlar süqut eləyib və hökmdar Xaqan idi hər ikisində və Tibetləri məğlub edib Çindən qovan bildiyimiz kimi Moyonçurun dövründən artıq Çinin daxillərinə qarışmağa başlamışdılar. Böyük Xaqan da hətta bunu daha da genişləndirmişdi bu prosesi. Roma çərkəz Pompeyin Albaniyaya hücumda məqsədi bildiyimiz kimi Qaradəniz sahillərindən keçməklə Hindistana getmək istəyirdi. Doğru cavabımız D variantı. 20-ci illərin sonu SSR, 50-ci illərdə Çinə aid oxşarlıq. Totalda rejim yumşaldılması deyil, sərtləşdirməsi ola bilərdi. Zoraki kollektivləşdirmənin həyata keçirilməsi doğru cavabdır. SSR-də 1929-cu ildə başlamışdı. 50-ci illərdə də Çində Mao Tse-tung dövründə hərbi kommunizm siyasətinin tətbiq edilməsi. Hərbi kommunizm SSR demək Rusiya Sovet Federasiya Sosial Respublikasında tətbiq olunub 18-20-ci illərdə, 21 hətta. Həm vaxt SSR yox idi. Həm də 20-ci illərin sonu istəyir bizdən. Torpaqlar kəndlər arasında bölüşdürülməsi demək bu da torpaqların kəndlər arasında bölüşdürülməsi. Bu proses demək 20-ci ilə aiddir. Bu da SSR dövrü deyil. SSR-dən daha öncəki RSFSR dövrüdür. Doğru cavabımız yalnız 2 olar. Sonra digər suala baxaq. Eldənizlərin paytaxtı hökmdarı Məhəmməd Can Pəhləvana aid deyil. Bildiyimiz kimi Sultan Teymurun qəbul olunması 1191-ci ildə Qızıl Arslana aiddir. 19-cu əsrdə Şimali və Qafqaz və Mərkəzi Asiyanın ortaqlığı bildiyimiz kimi Rusiya tərəfindən işğalın başa çatdırılması idi. 1865-ci ildə Şimali Qafqaz, 1895-ci ildə 1864 üzr istəyirəm. 1895-ci ildə isə Mərkəzi Asiya Pamirə tutulması işğal başa çatdırıldı. Böyük Hunun eradan əvvəlinci illər tarixində eradan əvvəl 58 bildiyimiz kimi geri parçalanmışdır. İlahi variantı. 16-cı əsr Osmanlıya aid xüsusiyyət bildiyimiz kimi bu dövrdə Osmanlı dövləti demək Sərdar yeni müharibəyə başlamışdı. D variantı, yəni 1578-ci ildə başlanan 1590-cı ildə başa çatan 2-ci Sərv Osmanlı müharibəsindən söhbət gedir. Neolitlə eneolitin oxşarlığı əkinçidə toxadan istifadə olunur, doğrudur. Hər ikisində toxa var. İkinci şəhər mərkəzləri Orta Tunc dövründə yaranacaq, heç birine aid deyil. Saxsı qablar neolitdə yaranıb, eneolitdə inkişaf edib. Süni svarma demək erkən Tuncda meydana çıxacaq. Təsərrüfatda daş ağaclar təbii ki, hər ikisi daş dövrünün mərhələsidir. 84-cü sual Prut sahilində müqavilə və Rusiya Azov qalasını geri qaytar, doğrudur. 1783 Parisdə müqavilə və İngiltərə ABŞ müstəqilliyin tanıdığı doğrudur. Neyzbi döyüşü 1645, İstiqlaliyyət müharibəsi isə 1776-cı ilə aiddir, aidiyyatı yoxdur.
İkinci Yekaterinburg hakimiyyətinə gəlib 1762, mütləqiyyət zəifləmir, güclənir. Və 5-ci doğrudur. 1618-48-ci baş vermiş 30 illik müharibə. Nəticədə də Avropada üstünlük İspaniya Fransaya keçdi. 85-ci suala baxaq. Rəvvadilərlə Şirvanşahların oxşarlığı, Salarilərin isə fərqli xüsusiyyəti. Ərəb mənşəlidir, bəli, hər ikisi. Salarilər isə türk idi. Böyük Səlcuqların asılı olmuşlar, doğru cavabdır. Rəvvadilər 1054, Şirvanşahlar 1066. Slaviyaların hücumu elə Salarilərə aiddir. Dəbil əmrini özünə birləşdirmiş, bu Şəddadilərə aiddir. Xonca arıcılıq Şirvanşahların paytaxtı Bakıya köçürüldü 1192, Səlcuqların paytaxtı Reyə köçürüldü 1043, Teymurilərin paytaxtı Herata köçürüldü. Herat 1405-1447-ci illərdə hakimiyyət olan Şahırxun dövründədir. Demək, Osmanlı paytaxtı Bursaya köçürüldü 1326. Arıcılığa baxsaq 2, 4, yox, üzr istəyirəm, 2, 1, 4, 3. Otluqbeli və Mərv döyüşləri. Osmanlı ilə Otluqbeli bildiğimiz kimi 1473-cü ildə baş verib, Mərv 1510-da. Otluqbeli Osmanlı ilə Ağqoyunlar arasında olub, yəni 1 AD. Mərv də olub Səhvilərlə Şeybanlar arasında 2-də C. Qaraqoyunlu və Cəlalirə aid heç bir döyüş yoxdur. Situasiyaya baxsaq, burada 27 aprel gecəsi parlamentin son iclasından söhbət açılır və sualda bizə soruşulur ki, parlamentin qərarını qəbul edilməsinə kəskin etiraz edən parlament üzvlərinə birinin adı Məmməd Əmin Rəsulzadəni qeyd edə bilərik. Rəsulzadə buna etiraz edirdi, təslim olmamaq tələb edirdi. 89-cu sual haqqında bəhs edən partiyaya, yəni Kommunist Partiyasına hakimiyyətin fərq verilməsi zamanı qoyulan şərti yazın. Müstəqilliyimizə toxunulmayacaq. Azərbaycanın müstəqilliyinə, AXC-nin müstəqilliyinə toxunulmaması və hakimiyyətə gələn kommunistlərin müvəqqəti orqan rolunu oynaması. Belə bir tələb var idi. Və sonuncu sualda soruşulur ki, AXC-də baş verən siyasi böhranın daha da dərinləşməsi 2 daxili səbəbini yazın. Yaza bilərik ki, Kommunist Partiyasının, KP-nin fəaliyyəti və demək 5-ci hökumətin, daha doğrusu 6-cı hökumətin qurula bilməməsi. Çünki hökumət daxilində kommunistlərin fəaliyyətdən imtina etməsi və nəticədə Məhəmməd Əziz Hacıskinin bu hökuməti qura bilməməsinə səbəb olmuşdur. Bu qədər. Nəticələrinizi rəydə qeyd edin. Videonu bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun.